Bu qədər insanın bir yerə toplaşıb növbə gözləməyinin səbəbi həkim qəbuluna düşə bilməməkdir. Bir belə xəstə gözləyir burada, baxın. Baxın. Görüntülər İsmayıl rayon mərkəzi xəstəxanasında lentə alınıb. Xəzər xəbərin WhatsApp qaynar xəttinə müraciət edən vətəndaş şəkər həkiminin yoxlanışına girməkdə çətinlik çəkdiklərini bildirir. Rayon sakinlərinin sözlərinə görə dövlət tərəfindən dərmanlar vaxtında verilir. Lakin onların paylanması zamanı saatlarla növbədə qalmalı olurlar. Sıxlıqda şəkər xəstəsi çox, həkim bir həkimdir. Bir həkim neçə nəfəri bir gündə qəbul edə bilər? Təxminən bir 30 nəfəri qəbul elər də 40 nəfəri. Bundan yuxarı eləyə bilməz ki. Oradan əmələ gəlir. Cəmaatımız özünün bir dənəsi, məsəl üçün kağızlarını alır, biri irəli özünü salır, biri geri, yəni belə bundan alınır. Digər problem isə xəstəxanada otaqların kiçik olması və bir neçə həkimin eyni otaqda fəaliyyət göstərməsidir. Bu amil də qəbul prosesini ləngidir və növbələrin artmasına gətirib çıxarır. Həkimlərin otaqda sıx oturmasıdır, həkimlərin azlığıdır. Yəni bir otaqda 4 dənə, 3 dənə həkim oturur. Xəstə çox, şəkər xəstəsi, ürək xəstəsi, təzyiq xəstəsi, kənddən gələn xəstələr, biraz sıxlıq olur. O da xəstəxanada biraz koridorun dar olmağıdır. Bir otaqlarda 2-3 həkimin bir yerdə oturmağıdır. Ona görə biraz sıxlıq olur. Məsələ ilə bağlı İsmayıl rayon mərkəzi xəstəxanasından Xəzər xəbərə bildirilib ki, vətəndaşların eyni vaxt aralığında kütləvi şəkildə müraciət etməsi pik saatlarda sıxlığın yaranmasına səbəb olur. Həkim qəbulu üçün ayrılmış otaqların sayının məhdud olması, gözləmə və foye sahələrinin nisbətən darlığı, eləcə də bəzi pasiyentlərin növbə qaydalarına tam riayət etməməsi sıxlığın artmasına təsir göstərir. Pasiyentlərin bir hissəsinin bir neçə xidmət növündən istifadə etməsi də ümumi axının artmasına və nəticədə növbələrin yaranmasına səbəb olur. Hazırda sıxlığın azaldılması və xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə əlavə təşkilati tədbirlər görülməkdədir.